Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Nakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, insanlara güvənsizlik. Bilirsiniz, insanlara güvənsizliyin adətən qaynaqlanma səbəbi bir insana çox güvənib və həmin güvənin sarsılması və o güvənin də qırılma nöqtəsi. Bilirsiniz, güvənsizlik adətən insanların hər hansı bir səhvindən qaynaqlanır. Yəni aşırı birini çox istəyirsən və ona daima hər zaman itdən müsbət nə varsa doğruları danışırsan, amma qarşılığında sənə gözlənilməyən yerdən elə bir zərbə vurur ki, elə bir sənə səhv yalan deyir ki, və nəticədə qırılma nöqtəsi yaranır. Və bir insandan qırılma nöqtəsi, çox yaxın bir insandan söhbət edir burada, digər insanlara qarşı güvənsizlik yaradır. Və bu güvənsizlik nəticədə həmin insanı bir daha heç kimsəyə güvənə bilməyəcək insana çevirir. Bu bilirsiniz adətən nəyə bənzəyir? Birinə çox güvənirsən və ona güvən qırılan zaman həmin insana deyiləcək təbii ki bir ifadə olur. Sən başqalarına və bir daha heç kəsə güvənməmə səbəbimsən. Çünki insan ən yaxınına güvənmirsə və başqa kimə güvənməlidir? Təbii ki, heç kimə. Onun üçün hər zaman insan mütləq şəkildə ən yaxını bildiyi insana hər hansı bir yalan, hər hansı bir arxadan iş çevirmə, hər hansı bir qeyri-xoşa gəlməz bir şey deməməlidir. Çünki insan bir dəfə qırıldısa, bir dəfə sındısa, istər sevgi, istər yaxınlıq, istər dost, istər lap elə ailə daxil olsun, daha dərindən desək, o münasibət heç bərpa olunmur. Və düşüncələrdə çox dəyişir həmin insana qarşı və insan birdən-birə də çevrilə bilər. Vəssalam, bitdi, sən yalancısan, sənin səhvin budur və bizim ayrı münasibətimiz var deyib və bir müddət sonra görə bilərsən ki, artıq həmin insanı sən tapa bilmərsən. Nə həmin insana söz yetirə bilmərsən. Çünki getdi. O qatar getdi daha. Nə əvvəlki inam, nə əvvəlki güvən qalmayıb. Ona görə mütləq şəkildə əgər bir şey, hər hansı bir xırda bir, kiçik bir detal olacaqsa, mütləq şəkildə içsən olmalıdır. Doğrularla. Acı həqiqət 1000 şirin yalandan üstündür. Suallarınız olduğu təqdirdə şərh bölməsinə yaza bilərsiniz və ümumən şəxsin hər hansı bir suallar soruşa bilərsiniz.